Deməli, parkovkada maşın saxlayıb oturmuşam içində. Bölümdə belə bir maşın gəldi, dayandı. Qadın sürürdü. Yanında bir oğlu da yəqin var idi, oğlu idi yəqin ki. Deməli, gəldi, qəşəng səliqəli saxladı, parkovka elədi, düşdü, çıxdı, getdi. 3-4 dəqiqə keçmişdi üstündən. Gördüm, maşın tullanır qabağa. Bir abarı, iki abarı, üç abarı. Maşın getmək istəyir, qabağa gedə bilmir. Baxıram, içində də heç kəs yoxdur. Bir də görürəm ki, arxadan belə bir çanqan gəldi, gəlib dayanıb. Söyküyüb ona itəliyir. Dam, dam. Maşın itəliyir də, bu da getmir. O da dirənib gedə bilmir. Talkat eləyir, getmir. Deməli, saxladı, axır da saxladı, düşdülər yerə. Onun da içində 3 dənə qadın düşdü, 3-4 dənə də balaca uşaq düşdü. Düşdülər, o üçün bu biraz çəkdi qabağa, araladı maşından. Qadınlar da düşüb baxıb, yo, dəymədi, yo, əladır, dəymədi. Biraz da qabağa ver, təzədən ver, dala ver. O üçün təzədən verdilər, saxlar. Yo, dəyməmiş, heç də dəyməmiş, dəymədi. İndi mən də görürəm axı, onlar da görür mən oturmuşam maşında. Demirlər ki, nömrəni özüm istəmirəm düşsün. Demirlər ki, ayrıdı, dəymədi, nədir? Bayaqdandan qoyub maşına talkat vurur, bir dənə vurur, görür getmir, bir dənə vurur. Cəmaatın maşını düşüb baxmıram da, nömrəsinə də baxmaq istəmirəm. Baxmıram da şeydir. İndi nə məsləhət görürsünüz? Mən bu maşına deyim, demeyim. Düzü belə şeydən heç xoşumda gəlmir. Demək də yaxşı deyil. Çünki Tembolda ikisi də qadındır. Bunlar qırğın düşəcək. Bir-birinin saçın yanacaq burada. Qayda, qanun, nə bilim, sorta çağıraq, olur, nə bilim, nə, gəl razılaşaq. Belə söhbət yoxdur. Bunlarda birbaşa razılaşmamaq şərti ilə saç yolunu başlayacaq. Yəni, gördüm də bitfasonlarından, yəni bunlarda razılaşmaq söhbəti yoxdur. Deməyi də istəmirəm, xoş şey də deyil. Amma belə də yaxşı deyil də, yəni da cəmaatın maşını bayaqdan cübba-cüb qoyursan, sonra da deyir ki, dəymədi, əladır, dəyməyib. Yo, heç nə olmayıb, dəyməyib, özdə. İtəliyir, 2 dəfə, 3 dəfə talkat qoy. Nə bilim, nə məsləhət görürsün?